Ağdam-Hindarx Ağcabədi yolu iki rayonla yanaşı hər iki rayondan olan bir neçə kəndi birləşdirir. Yəni bir neçə kəndin ərazisindən keçib gedir. Hal-hazırda biz yolun Ağdam rayonunun Evoğlu kəndi ərazisindən keçən hissəsindəyik. Sakinlərin sözlərinə görə yay aylarında burada tozdan sözün əsl mənasında dayanmaq mümkün olmur. Qış aylarında isə palçığı keçilməzdir. Yasdan gəldik, gedə bilmirik, xeyrə şəhərə yaramaq olmur yolla. Belə getmək üçün gelib belədən fırlanıb gəlirsən Quzanlıdan məsəl üçün də, Hindarxana gəlmək üçün. Deyir, gördüyünüz kimi də yollar yağış yağdı Bəlbat günündə. Maşınlar da hamısı elə nasaz vəziyyətə düşürdü. Elə bir aydan bir, 2 aydan bir altına baxdırırsan ki, görüm nəyə qırıldı, nəyə şeydi. Deyir də çala hamısı çökək. Tras var idi. Elə düzəlt məsələlərdə elə o yol qalardı da məsəl üçün. Qazdılar, tökdülər deyə. Heç düzəldən də yaya çıxanda yoxdur. Ağdam-Hindarx Ağcabədi yolunda 4 ildir ki, aparılan tikinti işlərinin hələ də başa çatmaması yerli sakinlərin haqlı narahatlığına səbəb olur. Yolun ümumi uzunluğu 45 kilometrdir. Ağdam və Ağcabədi rayon mərkəzlərini birləşdirən yol Ağcabədi rayonunun Hindarx, Şərəfxanlı, Boyat, Ağdam rayonunun Əfətli, Evoğlu və Sarıcalı kəndlərindən keçir. Eyni zamanda hər iki rayonun digər yaşayış məntəqələri də var ki, məhz rayon mərkəzlərinə çıxışı bu yolla həyata keçirirlər. İsti havalarda yolda yaranan toz duman, yağıntılı havalarda isə yaranan gölməçələr sakinlərin sağlamlıqlarına və rahatlıqlarına mənfi təsir göstərir. Elə bu yol bir 12 kilometrdir, toz bizi qırır. Bir də dənə xahişimiz budur, tökü dolu ciyərlərimizə bu toz. Təcili yardım çağırırıq, gəlib çıxa bilmir, gecikmə olur, yol pis gündədir, gəlmir. Düz Ağdamdan Hindarxına qədər bu yol yaxşı yol idi, tras idi. 4 ildir ki, bunu qazıqlar nə bərpa eləmirlər, nə də bir şey, elə-belə də yayı toz, qışı da belə palçıq olur. Təbii haldır ki, avtomobillər də ciddi şəkildə zərər görür. Bu da onların büdcəsinə mənfi təsir edir. Sakinlərin probleminin həlli istiqamətində hansı işlərin görüləcəyini öyrənmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Məlumat üçün bildirim ki, Ağdam-Hindarx Ağcabədi avtomobil yolunda ayrılmış maliyyə vəsaitinə uyğun olaraq müəyyən işlər həyata keçirilib. Gələn ildə ayrılacaq vəsaitə uyğun işlərin davam etdirilməsi nəzərdə tutulur. Respublika əhəmiyyətli Ağdam-Hindarx Ağcabədi avtomobil yolu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair 1-ci dövlət proqramının icrasına dair tələblər planı əsasında yenidən qurulur. Bu yol Ağdam-Ağcabədi rayonlarını birləşdirməklə yanaşı, həmin rayonların 20-dən artıq yaşayış məntəqəsini də əhatə edəcək. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV, Ağdam.